Bu qızılı maye əslində min illər keçsə belə xarab olmayan təbiətin yaratdığı ən amansız kimyəvi silahdır. Alimlər Misir fironlarının 3000 illik qəbirlərini açanda, orada küplərlə dolu bal tapmışdılar. Ən təəccüblüsü isə o idi ki, o balı qaşıqlayıb tam rahatlıqla yemək olardı. Bunun sirri arıların tətbiq etdiyi fizika qanunlarıdır. Balın tərkibində demək olar ki, su yoxdur. Ora düşən hər hansı bir bakteriyanın bədənindəki bütün nəm saniyələr içində soğurulur və mikrob quruyub məhv olur. Buna nail olmaq üçün arılar nektarı mədələrində həzm edəndə ora xüsusi bir ferment buraxırlar. Nəticədə balın içində birbaşa hidrogen peroksid, yəni apteklərdən aldığımız yaraya tökəndə köpüklənən o məşhur Perex yaranır. Yəni balın tərkibi dezinfeksiya edici turşuluğa malikdir. Səhər yeməyində adi bir şirniyyat kimi çörəyə çəkib yediyin